Şeyx Səfiyyəddinin atası Şeyx Əminəddin Cəbrail Ərdəbilin Kəlxuran kəndində məskunlaşmış, əlinin zəhməti ilə dolanır, insanları əxlaq və mənəviyyat yoluna dəvət edirdi. O, Ərdəbilin Baruq kəndindən Baba Camal adlı şəxsin qızı Dövlətli Xatunla ailə qurmuş, bu izdivacdan 6 oğul və 1 qız da olmuşdur. Əsl adı İshaq olan Şeyx Səfiyyəddin də bu övladlardan biridir. 6 yaşında ikən atasını itirmiş İshaq, anasının himayəsi altında böyümüş, mükəmməl dini təhsil almışdır. Onun qardaşı Məhəmməd Şirazda ticarətlə məşğul idi, çoxlu sərvət toplamışdı. Məhəmməd vəfat etdikdən sonra digər qardaşı Səlahəddin Rəşid Şiraza gedib onun mülkünə yiyələnir və ticarət işlərini daha da genişləndirir. 2 oğlundan ayrı düşmüş anası İshaqın təsəvvüf öyrənmək üçün uzaq səfərə çıxmasına icazə vermirdi. İshaq Şiraza gedib qardaşını tapmaq və geri qayıtmağa razı salmaq şərti ilə anasından rüxsət alıb yola çıxır. O zamanlar Sührəvərdiyyə təriqətinin banisi Əbünnəcib Sührəvərdinin canişini Nəcbəddin Büzğuş da Şirazda yaşayırdı. İshaq təsəvvüfün incəliklərini ondan öyrənmək niyyətində idi. Amma Şiraza çatanda Büzğuşun vəfat etdiyini eşitdi. Anasının tapşırığını yerinə yetirdikdən sonra İshaq mürşid axtarışına çıxdı. Bir neçə ustadla görüşsə də ürəyinə yatan mürşidi uzun müddət tapa bilmədi. Nəhayət, təqribən 25 yaşında ikən 1276-77-ci illərdə o sufilərdən birinin məsləhəti ilə Azərbaycanın cənub bölgəsində, o zamanlar Gilan əyalətinə aid idi, məskunlaşmış Şeyx Zahid Gilaninin müridlərinin cərgəsinə qoşuldu. 25 il öz mürşidindən təsəvvüfün sirlərini öyrənmiş İshaq, onun ən sevimli və istedadlı tələbəsi sayılırdı. Hətta Şeyx Zahid öz qızı Bibi Fatiməni ona ərə vermişdi. Mürşidi tərəfindən Səfiyyəddin ləqəbinə layiq görülmüş İshaq, bundan sonra həmin adla, yaxud onun qısaldılmış forması olan Şeyx Səfi ləqəbi ilə tanındı. Şeyx Zahid onu bir neçə dəfə ətraf bölgələrə, o cümlədən Marağaya təbliğat məqsədi ilə göndərmiş, o da vəzifəsinin öhdəsindən layiqincə gələrək mürşidin razılığını və tam etimadını qazanmışdı. Hələ Şeyx Zahidin sağlığında ondan sonra təriqətə Səfiyyəddinin rəhbərlik edəcəyi məlum idi. Hətta Şeyx Zahidin böyük oğlu Cəmaləddin Əli buna qısqanclıqla yanaşırdı. 1301-ci ildə Şeyx Zahid Gilani Şeyx Səfini canişin təyin edərək öz vətəni Siyavurt kəndində dünyadan köçdü. Ustadının vəfatından sonra Şeyx Səfiyyəddin ata yurdu olan Ərdəbildə məskunlaşaraq təsəvvüfdə özünə məxsus təlimləri yaymağa başladı. Bu təlimlər Səfəviyyə təriqətinin əsasını təşkil edirdi. Onun Ərdəbildəki evi Səfəviyyə təriqətinin ilk özəyinə çevrildi. Getdikcə Şeyx Səfinin şöhrəti ətrafa yayıldı. Elxani hökümdarları Olcaytı Xudabəndə və Əbu Səid Bahadur xan Şeyx Səfiyyəddin Ərdəbiliyə ehtiram bəsləyir, onun görüşünə gəlirdilər. Şeyxin müasiri olan görkəmli tarixçi Həmdullah Müstəfi Tarixi Güzidə kitabında yazırdı ki, Moğollar, yəni Elxani hakimləri ona dərin ehtiram və etimad göstərirlər. Şeyx də onların cəmaata əziyyət verməsinin qarşısını alır. Rəvayətə görə Elxanilərin qüdrətli sərkərdəsi Əmir Çoban Sulduz, mənim əskərlərimin sayı çoxdur ya sənin müridlərinin, deyə şeyxdən soruşmuş, o da belə cavab vermişdi. Başqa ölkələrlə işim yoxdur. Təkcə bu diyarda sənin hər əskərinin müqabilində bizim 100 müridimiz var. Hələ Şeyx Səfiyyəddin Ərdəbilinin sağlığında Azərbaycandan əlavə Təbəristan, Türkistan, Xorasan, Orta Asiya, Qaraxtay, Mərkəzi İran, İraq, Suriya, Livan, Hicaz, Anadolu və Hindistanda, hətta Sərəndib adasında onun müridləri yaşayırdılar. Bu ölkələrdən dərvişlər Ərdəbilə axışıb gəlir və mürşid-i kamillə görüşürdülər. Adı çəkilən bölgələrdə Səfəviyyə xanəgahları fəaliyyət göstərirdi və bu şəbəkə Ərdəbildən idarə edilirdi. Şeyx Səfiyyəddin Ərdəbilinin sağlığında qazandığı hörmətin sayəsində onun vəfatından sonra da Səfəviyyə durmadan inkişaf edərək yayılmış, 14-cü, 15-ci əsrlərdə müsəlman şərqinin ən nüfuzlu və sərvətli təriqətlərindən biri olmuşdur. Şeyx Səfiyyəddinin həyat tarixçəsi, kəramətləri Səffətüs Səfa adlı iri həcmli kitabda toplanmışdır. Səfəvi dərvişi İbn Bəzzaz Ərdəbili bu kitabı şeyxin vəfatından sonra oğlu Sədrəddinin sifarişi ilə qələm almış.
Şeyx Səfiyyəddinin öyüd və nəsiyyətləri, hikmətli kəlamları, suallara verdiyi cavablar Qara Məcmua adlı kitabda öz əksini tapmışdır. Qara Məcmua Səfəviyyə təriqətinin təlimatnaməsi sayılırdı. Uzun müddət bu kitab yalnız Səfəvi şarlarına bağlı olan xüsusi şəxslər tərəfindən qorunurdu. Səfəvi şahları sarayın Xəlvətxana adlı məkanında bu kitabı oxutdurur və müzakirə edirdilər. Kitab 1-ci Şah Təhmasibini göstərişi ilə Məhəmməd bin Hüseyn tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Şeyx Səfi təzkirəsi adı ilə tanınmışdır. Şeyx Səfiyyəddin Ərdəbili ömrünün sonuna yaxın həcc ziyarətinə yollanmış, həcdən qayıtdıqdan sonra 12 gün xəstə yatmış, 1334-cü il sentyabrında Ərdəbildə vəfat etmişdir.